gəlmişsiniz. Dobro utra, sabahınız xeyirli olsun. İnşallah ki, həmişə belə gözəl, necə deyirlər, səhər yeməklərində bizim çempionlarla, bizim fəxrlərlə yığışaq. Allah bütün idmançılarımızı alqışlayaq. Həqiqətən idmançılarımıza dəstək olaq həmişə və idmançılarımız bizim Azərbaycan bayrağını hər yerdə dalğalandırsınlar. İnşallah biz onlarla fəxr edirik. Çox sağ olun. Firdovsu müəllim, Firdovsu müəllim. Çox sağ olun Rüfət müəllim. Əvvəla bütün hər birinizi salamlayırıq. Doğrudan da burada Azərbaycanın, mən deyərdim ki, sevilən, seçilən insanları, idmançıları burada yığışıblar. Dəvətə görə hər birinizə təşəkkür edirəm. Və əvvəla mən onu deyirəm ki, bizim qələbə qazanan, UFC-də qələbə qazanan, qələbə qazanmayan hər bir idmançımızı təbrik edirik. Elə UFC-də iştirak eləmək, bütün yarışların özündə Avropa Dünya Çempionatında, Olimpiyonlarında iştirak eləməyin özü böyük bir qələbədir. Və bu günlər doğrudan da biz xoşbəxt bir xalqıq ki, Azərbaycanımızı, ölkəmizi təmsil edirik. Çünki bizim ölkəmizdə idmanımıza xüsusi diqqət qararı göstərilir. Şəxsən Cənab Prezidentimiz İlham Əliyev tərəfindən. Bu günləri Azərbaycanda heç birimizin ağlımıza gəlməzdi ki, UFC gəlib Azərbaycanda keçiriləcək. Bu nədən irəli gəlir? Dövlət qayğısı idmana göstərilir şəxsən Cənab Prezident tərəfindən. Və bu günləri idmançılarımız o etimada layiqincə doğruldurlar. Və bu gün bizim Hacı Əliyev güləşdə biz bir yerdə böyük uğurlara, böyük nəticələrə imza atmışıq və hal-hazırda məşqçilik fəaliyyətindən məşğul olur. Mən inanıram ki, onun da tələbələri Avropada, dünyada, Olimpiyonlarda nəticələr verəcəklər və Nazimə xüsusi mən deyərdim ki, ona biz dəstək olmalıyıq. Мы тебя любим, уважаем. Иншаллах, да. Дальше у тебя успеха впереди, все будет отлично. Физиев, поздравляю, очень хороший бой был, отлично. Гордимся, Tahir, красавчик. Tahir'lə biz Rüfət müəllimlə bir yerdə bulvarda görüşəndə söz verdi və sözünə əməl elədi və hər birinizə, Vüqar, hər birinizə mən uğurlar, alim. Gələcəkdə bir adlarınızı kimlərin çəkmədim, üzürü saysınlar. Uğurlar, mehman, hər birinizə, Şəhriyar müəllim buradadır, bizim sevimli qardaşımız, dostumuz. Gəl Şəhriyar müəllim alqışlayaq, Şəhriyar müəllim həqiqətən doğrudan sizin hər birinizdən Azərbaycan xalqı fəxr eləyir, bizlər fəxr eləyirik. Yeniyetmələrimiz, gənclərimiz üçün nümunəsiz, baxırlar o pis vərdişlərdən uzaq olurlar, sizlərə oxşamaq istəyirlər, sizlər kimi qələbə qazanmaq istəyirlər və mən inanıram ki, bundan sonra da sizin uğurlarınız daha çox olacaqdır və sizin o göstərdiyiniz qələbələrlə, uğurlarla UFC-nin Azərbaycanda keçirilməsi ənənə halına alacaqdır. Bir daha uğurlar, müvəffəqiyyətlər, qələbələrinizin ardıca.